Salamlar, vaxtınız xeyir əziz izləyicilər. Mən Həcər müəlliməm. ABC Akademinin təqdim etdiyi sınaq toplusu yeni işıq üzü görmüşdü. Müəllifləri təbrik edirəm. Gözəl bir kitab ərsəyə gətiriblər. Və mən də öz dərslərimdə, hazırlıq qruplarımda istifadə edirəm. İstədim izahını da sizlərlə bölüşüm. İzləmək istəyənlər üçün faydalı bir material olar inşallah. Və beləliklə sınaq birin izahı ilə başlayaq. Birinci bunu qeyd edeyim ki, məndən heç kim PDF istəməsin. Bu müəlliflərə qarşı bir haqsızlıq olar. Çünki yazırlar, videonun altına yazırlar ki, bunun PDF-ini göndər. Belə bir şey eləməyəcəm. Müəlliflərin əməyinə yazıq. Ona görə kitabı özünüz əldə etməyiniz daha məqsədlidir. Birinci sualdan başlayaq. Müəyyən qədər başlanğıc sayı malik olan bakteriyaların maksimum sürətlə bölünməsi zamanı 2 saatdan sonra bölünməyə məruz qalan fərdlərin cəmi 378 ədəd olmuşdur. Bilirik ki, saatı biləndən sonra bakteriyanın bir fərdinin əmələ gətirdiyi fərd sayını və bölünməyə məruz qalan hesablamaq daha rahatdır. Maksimum sürətlə bölünür 20 dəqiqədən olduğunu demək istəyir bizə. 2 saatin içərisində 6 dənə 20 dəqiqə var. 2 üstə 6 eləyir 64. Bir bakteriyadan 2 saatda sonda 64 əmələ gəlir. Bir bakteriyadan əmələ gəldiyinə görə başlanğıc o bir bakteriyanın çıxanda 63-ü bölünməyə məruz qalan bakteriya sayı olur. Onda tənasübünü quraram ki, bir bakteriyadan 63-ü bölünməyə məruz qalırsa, neçə bakteriya imiş ki, 378-i bölünməyə məruz qalır. X də bərabərdir. Bir dəqiqə kalkulatorumuzu açaq. Demək, 378-i böləcəm 63 eləyəcək 6 başlanğıc bakteriya. Üçüncü bölünməyə məruz qalan bakteriyaların cəmi ilə. 6 dənə bakteriya idi, 6 dənə. Bir dəfə bölünəndə olacaq 12, ikinci dəfə bölünəndə olacaq 18. Ay Allah, nə 18-i? 24. Vura bilmirəm ha. 24, üçüncü dəfə bölünəndə olacaq 48. Bizə üçüncü bölünməyə məruz qalan dediyinə görə söhbət 24 dənə bakteriyadan gedir. Çünki bu 24 dənə bakteriya bölünüb 48 dənə, yəni üçüncü bölünmədən əmələ gələni yaradır. Beşinci bölünmədən əmələ gələndə isə 6 vurulsun 2 üstü 5, yəni 6-nı vuracağıq 32 eləyəcək 192. 192-nin də üstünə gələcək 24'ü yox, aralarındakı fərq deyir. Hə, pardon. Onda 192-dən çıxaram 24-ünü. 192 çıx 24 bərabərdir 168. Yəni düzgün cavabımız olacaq A variantı. İkinci sual, 6 müxtəlif əlamətə görə əmələ gətirdiyi 8 növ qametdən 7 növü özündə resessiv əlamətə malik gen daşıyan canlının genotipidir. Öncəliklə ona baxaq ki, 8 növ qamet əmələ gətirirsə, 2 üstü 3 eləyir 8. Deməli, 3 əlamətə görə heterozigot olmalıdır. Və bu 3 əlamətə görə heterozigot 8 növ qametdən resessiv genə malik olanların sayını istəyir bizdən. 7 növ resessiv genə malik olan. 7 növü daha doğrusu özündə resessiv gen daşısın. Deməli, 1, 2, 3. Bu fərd bizə 8 sort qamet verir. 1, 2, 3, 3. Bu da bizə 8 sort qamet verir. 1, 2, 3. Bu da bizə 8 sort qamet verir. 1, 2. Bu bizə 4 sort qamet verdi. Bunu elədik. 1, 2, 3, 4, 2 üstü 4, 16. Bunları elədik. İndi yerdə qalanlarda yalnız resessiv əlamətlərə malik olan, yalnız dominant əlamətlər çıxsaq, o 8 dənə qametdən, 8 növ qametdən. Biri yalnız dominant genlər daşımalıdır. Deməli, elə fərd seçməliyik ki, onun içərisində hər iki əlamətə görə dominantlıq olsun ki, o bizə 7 növ əlamətə görə resessiv fərdi verə bilsin. Yəni, hər allelin dominantına rast gələ bilər. Məsələn, A-da D-lərə görə yalnız resessivdir, C-lərə görə yalnız dominantdır. Onda bu bizə 8 növ qamet verəcək. Amma məsələn, hamısında kiçik D, 8-ində də kiçik D-yə rast gələcək. Bu olmayacaq.
B variantına baxıram, burada da kiçik D'lər var. Yəni hər 8 qametin hər birində 8 növ qametin hər birində kiçik D'lər olacaq. Ona görə bu da bizə verilməyəcək. Bir dənə qalır C variantı. C variantında A-ların da böyüyü, dominantı, resessivi var, B-lərin də, F-lərin də. Digərlərinin də hamısı dominant olduğuna görə 8 növ qametdən bir dənəsi bütün əlamətlərə görə dominant, digər 7 dənəsində isə hərəsində ən azı bir dənə də olsa resessiv genə rast gəlmək olacaq. Üçüncü sual, hansı canlıda homoloji xromosomlar cütünə rast gəlinir? Homoloji xromosomlar cütü dediyimiz diploid orqanizm olmalıdır və döllü olmalıdır ki, onda cüt allel genlər olsun. Bestir ağ balıqla cökənin hibrididir, seleksiya məhsuludur. Qatır atla eşeğin hibrididir. Arxarla merinosun hibrididir. Yakla iri burunuzlu qaramalın hibrididir. Amma yakın özü bu bir təbii seçmə məhsulu olduğuna görə onun özündə döllüdür və allel genlər cütünə rast gəlmək olar. Dördüncü sual, sorucu diskə və 4 cüt qamçıya malik olan ibtidai heyvan haqqında hansı fikirlər yanlışdır? Yanlışları seçməliyik demək buradan. Qaraciyərdə parazitlik edirmi? Edir. Nazik bağırsaqda, qaraciyərdə, öd kisəsində hətta, liambliyadan gedir söhbət, liambliya. Liambliya bunlarda parazitlik edir. Ona görə nazik qaraciyərdə parazitlik edir, doğrudur. Dəri ilə orqanizmə daxil olmaq, xeyr, həzm sistemi ilə daxil olur. Yumurta halında insanı deyili sistaya çevrilir, nəcis vasitəsilə tərk edir. Nazik bağırsaqda yazmışam parazitidir və bu da bir liambliyadır. Ona görə, mənə görə burada düzgün cavab sadəcə 2 və 3-dür. Cavabların içərisindən olmadığına görə burada bir variant seçmirəm. Müəlliflər özləri aydınlıq gətirsələr yaxşı olar, amma mənə görə burada 2 və 3-dür. Mənə görə deyəndə ki, dərslikdə verilmiş məlumata əsasən 10-cu sinif epidemiologiya bölməsində liambliya haqqında məlumatlar verilib. Ola bilər, bəlkə də çap səhvi falandır, deyə bilmərəm. 5-ci sual, mən ümumiyyətlə burada kimsə səhv çıxartmağa çalışmıram, əziz izləyicilər. Bəzən altından elə yorumlar alıram ki, elə rəylər alıram ki, mən elə bir kiməsə düşman kimi yanaşıram, xeyr əzizlərim. Mənim heç kimdən elə bir şəxsi qərəzliyim yoxdur. Sadəcə olaraq sualda səhvlik, yanlışlıq varsa, ümumiyyətlə də söhbət bu sualdan getmir. Hər hansı bir mövzuda onu bildirmək bu, yəni düşmənçilik əlaməti deyil. Ayrıca da müəlliflərlə münasibətim çox gözəldir, hər birinə çox böyükdə hörmətim var. Çarpaz tozlanan bitkinin endospermində olan xromosom dəstini M, sperminin xromosom dəsti isə N olarsa, yumurta hüceyrənin xromosom dəsti necə olar? Endospermdə əgər M-dirsə, endosperm 2N mərkəzi və N də yumurta hüceyrənin sperminin birləşməsindən əmələ gəlir. Və biz buna M deyiliksə, sperminin birinin N olduğunu bilirəm. Onda M-lə, yəni endospermin ümumi dəstindən N-i çıxaram. Yerdə qalacaq dişiyə düşən hissə və yumurta hüceyrəni tapmaq üçün aldığım bu rəqəmi 2-yə bölərəm. Çünki aldığım diploid idi. Onun da yarısı qədər götürəndə xromosom dəsti haploida düşmüş olur. Yəni düzgün cavab D variantı olur. 6-cı sual. Kələm bitkisinin bir çiçək qrupunda əsas ox bu 1 dənə olur. Və çiçək saplaqlarının cəmi 8 ədəd olarsa. Bu ikisinin cəmi 8-dirsə, deməli burada 7 çiçək var. Və kələmin çiçək düsturunu yazsaq K4, L4, Y6, D1. Və bu çiçək qrupunda olan çiçəklərin yarpaq mənşəli strukturlarının cəmi. Kasa, ləçək, erkəkcik, dişicik bunların hər biri yarpaq mənşəlidir və toplasanız 15 etmiş olur. 7 dənə çiçəyin hərəsində 15 dənə olanda bu eləyəcək, bir dəqiqə, 7-ni vuraram 15-ə eləyəcək 105. 7 dənə çiçək var. Hərəsində 15 dənə yarpaq mənşəli struktur olanda bunların cəmi olacaq 105, düzgün variantımız olacaq A variantı. 7-ci sualın şərtində də mənə görə biraz qeyri-dəqiqlik var, amma yenə də deyirəm, müəlliflər özləri izahatı aydınlıq gətirsələr daha yaxşı olar. DNT molekulunun müəyyən bir hissəsində nukleotidlərin 4-ü 4 rabitənin, 5-i isə digərləri isə 5 rabitənin əmələ gəlməsində
rol oynayıb. 4'ü 4 rabitə deyir. Onda məsələn bunu belə düşünə bilərəm. 4 rabitə olan məsələn zəncirin əvvəlində və sonunda guanin və sitozinlər olsun ki, bunlar 3 dənə hidrogen rabitəsi ilə bir-birləri ilə əlaqə yaradırlar və bir dənə də özündən aşağıdakı nukleotidlə birləşir. Yəni bunlar 4 rabitə ilə birləşir. Eynən sonda olanlarda. Bu 4 dənəsini götürdük. Bunlar 4 dənəsi 4 rabitəni deyir. Və digərləri də 5 rabitənin əmələ gəlməsini deyir. Ortadakıları da guanin və sitozin götürməliyəm ki, bunlar da olsun, demək ortada olub və 5 rabitə əmələ gətirənlər. Yəni mən burada nukleotidin hissələrini çəkmirəm, birləşmə şəklini çəkirəm. Və bunların demək əmələ gəlməsində cəmi bu DNT molekulunda verilən şəklə görə istifadə olunan nukleotidlər guanin və sitozinlər oldu. Bu hissədə neçə növ kodlaşdırıcı triplet deyil. Guanin və sitozin 2 növ nukleotid var. 3 birləşəndə 8. 4'ü 4 rabitənin əmələ gəlməsində deyəndə, onda məsələn əvvələ və sona guaninlə sitozinləri qoysam, yox, şərt də düzüymüş. Mən niyə buna takıldım onda? Adenin və timinlərdə 4 rabitə əmələ gətirir, əgər ortada olarsa. Onda 4 rabitə əmələ gətirənlərin sayı bir qədər çox olmuş olur. Yox, şərtdə səhvlik yox olmuş. Sadəcə bayaqları ilk baxanda mənə nəsə biraz çatışmayan bir şey gəldi. Ona görə şərtdə düzgünlük var və bu da olacaq Y variantı. 8-ci sual. X-i müəyyən edin. X-in maksimum qiymətini. Həşərat və nəfəsgahların sayı. Bilirik ki, həşəratlarda 5, 11 qarıncıq boğumlar var. Maksimum dediyinə görə 11 ilə götürürük. 3 dənə döş boğumu var, 11 dənə də qarıncıq boğumu var. Birinci döş boğumunda yoxdur, burada 2 boğum qalır. Sonuncu qarıncıq boğumunda yoxdur, burada da 10 dənə boğum qalır. Bunları toplayırıq, eləyir 12 boğum. 12 boğumun hərəsində 2 dənə stigma olanda nəfəsgahların sayı 24 olmuş olur. 9-cu sual. Aşağıda verilən parazitlərdən hansının əsas sahibi ikinci siqnal sisteminə malik ola bilməz? Öküz soltenin əsas sahibi insandır, malik olar. Uşaq biz quyruğunda əsas araq sahibi insandır, malikdir. Toksoplazmanın əsas sahibi it, pişik, yırtıcılardır, bunda olmaz. Qaraciyərin əsas sahibi də insandır və qaramaldır. Antilostomada da həmçinin. 10-cu sual, bu tip sualları çox sevirəm. Nə qədərdir bu? 20 min nəfər əhalisi olan rayonda qan plazmasında anti-A və anti-B olan, anti-T olan insanların sayı 3200'dür. Əgər anti-A, anti-B, anti-T-li deyirsə, bunlar olacaq birinci qan qrupu. Birinci qan qruplu insanların sayı 3200'dür. Onda 0 allelinin rast gəlmə tezliyini tapmaq üçün 3200'ü bölərəm ümumi insanların həmin o şəhər əhalisinin sayına bölək. 3200 bölək 20 min. Bu da eləyəcək 0,16. Deməli 0,0 bərabərdir 0,16 olarsa, onda 0 genin rast gəlmə tezliyi 0,4'dür. Yəni bundan kök alırıq. Və əgər A antigenin rast gəlmə tezliyi B antigenin tezliyindən 2 dəfə çoxdur. 1-dən 0,4'ü çıxanda qalır 0,6. Yəni bu A və B-nin cəmi olmuş olacaq. Deyir ki, A-nın rast gəlmə tezliyi B-dən 2 dəfə çoxdur. 2x A olsun, x də B olsun. 0,6'ya bərabərdir. 3x bərabərdir 0,6, x də bərabərdir 0,2. Onda A-nın rast gəlmə tezliyi 0,4, B-ninki də olacaq 0,2. Və bizə deyir ki, onda bu rayonda olan insanların neçəsi A antigenini daşıyır. A antigenini daşıyır deyirsə, bu AA qan qrupudur. Heterozigot olduğuna görə A0'ın qarşısına 2 yazırıq. Bir də 4-cü qan qrupunun özündə də A antigeni var, daşıyır deyir. A qan qruplu insanlar desəydi, onda bunu götürməyəcəkdik. Vəssalam hesablayaq. Deməli, A-nın rast gəlmə tezliyi oldu 0,4 vurulsun 0,4 eləcək 0,16. 2 vurulsun 0,4 vurulsun 0,4 32. Bu da 16% yazaq da buna. Bunda 32% yazaq. 2 vurulsun 0,4 vurulsun 0,2. Bu da 0'dan 16. 16% də bu. Yəni 16, 16, 32, bu da 2, 64. 20 minin 64%'ini tapaq. Bıraq 64'ə bölək 100'ə. Bu da A variantı kimi bir rəqəm çıxır. 11.
Cədvələ əsasən x-in qiymətini tapın. Çöl göyərçini uduğu havada m, uduğu havanın miqdarı m-dir. Bu havadakı oksigenin miqdarı 20%dir istifadə etdiyi minimum. Deməli, quşlar havanın 80-90% oksigendən istifadə edir. Axırda bura gətirəcəyik. O zaman uduğu havada 20% oksigen varsa, M 100%dirsə, 20%-ni tapmalıyam. 20-si x faizdir. O da x-də bərabərdir. M bölünsün. Yox. M bölünsün 5. Hesablasaq bunu. Və bunun içərisindən biz 80%-ni tapmalıyıq. Yəni m bölünsün 5 100%dirsə, x-i 80%dir. Onda m vur 80 bölünsün 500 kimi belə bir rəqəm alırıq. Burada da nə olacaq? 2 ixtisar eləsək 4, burada da 25. Nə olur? 4m bölünsün 25, yəni D variantı. Texnoloji cədvələ əsasən neçə geoloji erada ali sporlu bitkilərə təsadüf edilib? Ali sporlulara demək, era dediyinə görə, bax, öncə buna baxırsınız. Paleozoy, mezozoy, bir də kaynazoy. 3 erada ali sporlulara təsadüf olunur. 13 heç sevmədiyim sual tipindəndir. Bu sualı ümumiyyətlə sevmirəm. Biraz çox dolaşıqdır. Biznes hardadır bu? 11-ci sinifdə axırıncı mövzulardadılar. Rüşeym rövzəndə aparılan təcrübələr bel ektodermasının altındakı mezodermanı götürüb yerinə həmin rüşeymin qarın ektodermasının altından qoyulub. Yox, bu təcrübəni gərək əzbər biləsiz deyə. Ona görə bu hissələri bəlkə mən dərslikdən açım, oradan göstərim, amma açım biraz vaxt gedəcək. Bel ektodermasının altındakı mezodermanı götürüb yerinə həmin rüşeymin ektodermasını yerləşdiriblər deyir. Məncə bu belə deyildi. Demək təcrübəni bu deyil. Qarın mezodermasının altındakı mezoderma qatını götürüb birinci yerinə başqa rüşeymin bel ektodermasını yerləşdiriblər. O belə idi də birinci embrionun bel mezoderması çıxırdı. İkincinin də qarın. Sonra onları yerləşdirirdi. Birincinin bel mezoderması çıxır, ikincinin qarın, bel ektodermasının yerinə heç nə qoymur da. İkincə qarın ektodermasının altındakı mezoderma götürür. Mezoderma götürülür, amma yerinə ektodermanın altındakı yox. Bel və qarın ektodermasının altındakı mezoderma qatları tam götürülmüş, sonra bel ektodermasının altından götürülmüş mezoderma qatı həmin rüşeyin qarın ektodermasının altına yerləşdirilir. Məncə düzüydü. Bir də baxın, bel və qarın ektodermasının altındakı mezoderma qatları tam götürülmüş. Altına mezoderma qatı həmin rüşeyin qarın ektoderma qatının altında yerləşdirilib. Bu düz. Bel və qarın ektodermasının altındakı mezoderma qatları götürüb, qarın mezoderma qatı bel ektodermasına yerləşdirilib. Yox, bir dənə 3-dür. Düzgün cavab, daha bilmədim, düzdür, səhvdir. Səhv eləmirəmsə bir dənə 3 olmalıdır. 14. Yanlış cavabı seçin. İnsanın döş qəfəsindən bilavasitə birləşən sümük. Bu döş qəfəsidir. Bura birləşən sonuncu boyun, birinci bel və 2 dənə də körpücük sümükləri birləşir. Qarışıq sümük ola bilərmi? Bəli, ola bilər. Qarışıq sümük körpücükdür. Qurşaq skeletinə aid olan sümük, bəli, qurşaq skeleti burada olsun körpücük. Tək sümük ola bilər. Tək sümük, fəqərlər məsələn tək-təkdirlər hər biri. Cüt sümük ola bilər. Nədir bu? Körpücüklər cütdür, düzdür. Yastı sümük, burada yastı sümük yoxdur. 15. İnsan dərisinin qatları xaricdən daxilə doğru müvafiq olaraq hansı rüşeyin vərəqlərindən əmələ gəlir? İnsanın dəri qatları, demək üst epidermisi ektodermadır. Dermislə hipodermis, yəni derma ilə dəraltı pi qatı, bunlar hər ikisi mezodermadır. Onda olacaq ektoderma, mezoderma, mezoderma.
Lamarck heyvanları quruluşlara görə sadədən mürəkkəbə doğru 14 sinif 6 pilləyə yerləşdirib, neçə pilləsində xordalar tipinə aid, 2 dənə pilləsində 5-ci və 6-cı pillələrdə 5-cidə balıqla sürünən idi, suda quruda yaşayan orada yox idi. Yuxarıda da quşla məməlidir. Yəni 2 pillədə yerləşdirilib. Hər iki alətə görə heterozigot olan boz ada dovşanı ilə, yəni böyüksə kiçiksə böyüyə kiçiyə söhbət epistazdan gedir. Yazmalı için mesela burada epistatik təsir nəzərə alınır. Bir əlamətə görə heterozigot olan ağ dovşan. Ağ dovşanın olması üçün böyük C-lər olmamalıdır. Amma heterozigot dediyinə görə A-ları heterozigot edirik. Əmələ gələn fenotip müxtəlifliyinin genotip müxtəlifliyinə olan nisbəti. Fenotip müxtəlifliyinə baxsaq, demək, məsələn, buradan qametləri də alıb yaza bilərsiniz. Amma belə də C-lərlə C-ləri çarpazlaşdırsaq, böyükcə, kiçikcə, kiçikcələr, A-larla A-ları çarpazlaşdırsa böyük A-lar, böyüyə, kiçiyə 2 dənə, kiçik A-lar. Fenotip müxtəlifliyinə gəldikdə, burada demək, böyük C ilə böyük A-lar görüşərsə boz, böyük C ilə kiçik A-lar görüşərsə qara. Kiçik C ilə hər hansı biri görüşərsə ağ. Yəni burada fenotip müxtəlifliyi olacaq 3. Genotip müxtəlifliyinə gəldikdə isə genotipə görə demək bunlar eyni olacaqlar. Ona görə bunu 1 sayacağam. Genotipə görə gəldikdə. Deməli 1, 2, 3 genotip. 3 genotip. Genotipə görə böyük C ilə o sildim ki, burada kiçik C idi. Kiçik C-lərə görə sildim. 3. Buradan da ağ genotip. Ağ dovşanlarda da 2 dənə. Bir dəqiqə. Qoy bunları görüşdürək. Böyük C-lər, böyük A-lar. Böyükcə, kiçikcə, böyüyə, kiçiyə. 2 dənə bundan. Böyükcə, kiçikcə, kiçik A-lar. Sonra demək C-lər, kiçik C-lər, böyük A-lar. Kiçik C-lər, böyüyə, kiçiyə 2 dənə. Bir də kiçik C-lər, kiçik A-lar. Hamısını düz yazdım. Demək olacaq genotipə nisbətinə gəldikdə. 6 dənə də genotip olmuş olur. Yəni bunu belə də eləyə bilərdik. Bax, 2 dənə burada genotip var. A-lara görə də 3 dənə. 2 vur 3 eləyir 6. Sadəcə yazıb da əmin olmaq istədim. Bunda 3-ün 6-ya nisbəti 1-in 2-yə nisbətində. Bu da nə variantı olur? C variantı olmuş olur. 18. Şəklə əsasən yanlış fikri müəyyən edin. Uğurlu lifli damar dəsti 2 rəqəmi ilə göstərilib. 2 rəqəmi ilə əslində burada göstərilib flayma boruları. Bu ox bir qədər qısa, məsələn, bura qədər gəlsəydi, bu borlu lifli damar dəsti, yəni bunun özündən çəksəydi, qıraqdan çəksəydi, bu hal-hazırda mərkəzə doğru gəlib. Bunu da göstərdiyi burada flayma borulardır. Bu flaymadır. Mənə görə bu da səhvdir. 1 və 3 örtük toxumasıdır. Ağızcıqları göstərib, bir də üstlərciyi göstərib örtükdür. 3, 4, 5 daxil olmaqla 3 toxuma qrupunda fotosintez baş verir. Toxuma qrupu deyil, bu növüdür. 3 ağızcıqlar, 4 süngər, 5 də sütundur. Bunlar qrup yox, növ olar, növ. Bu da səhvdir. İkinci hissədə ötürücü və mexaniki toxumaya aid hissələr var. Olar, burada deyə bilərik. 4-cü hissədə, 5-ci hissədə onun ötürücüyə nisbətən xlorplastların miqdarı azdır. Hə, süngərdə sütuna görə az olur. Digərləri düzdür. Yəni bir dənə burada A variantını niyə seçirəm? Çünki bu hissəni göstərir və bu hissədə olacaq flayma boruları əslində. 19. Uyğunsuzluğu müəyyən edin. Təbaşirdə çiçək və meyvə yaranıb, düzdür. Paleogen parapteklər yaranıb, düzdür. Neogen diopteklərin meydana çıxması, düzdür. Yurada toxumlu qıcıların yox olması, yox, o triasda olar. Silur bitkilərdə əlavə yan köklər, bəli, o planlarda ilk dəfə kök sistemi yarandı, əlavə və yan köklərdə onlarda əmələ gəldi. 20. Qanın tənəffüs orqanının arteriya damarına keçən müasir onurğalı heyvan, söhbət balıqlardan gedir.
Düzünə inkişaf edə bilər? Bəli, diri bala doğan balıqlar var. Daxili skeletə malikdir? Bəli, onlarda camaatın onurğası var. Dolayı yolla inkişaf edər? Balıqlarda sarılıq kisəsi yumurtadan çıxandan sonra qalır. Deməli, sürfəsi var. Dolayı gedir. Qabırğaya malik ola bilər? Bu da ola bilər. Tək balıqlar deyil də, yəni bir çoxunu götürə bilərik. Qanı tənəffüs orqanı arteriya damarından keçən onurğalı heyvan. Ağciyərlərlə tənəffüs edə bilməz. İki cür tənəffüslü balıqlar da var. Yəni onlarda mümkündür. Ona görə Y variantı yanlışdır. 21. X və Y bakteriyaları haqqında hansı fikir doğrudur? Pambıqla örtüblər. Deməli, X bakteriyası yuxarıya doğru çıxıb. Deməli, bu aerobdur. Y bakteriyası dibə çöküb. Bu anaerobdur. X bakteriyası mitoxondriya malikdir. Bakteriyaların heç birində mitoxondri yoxdur. Yəni, buna görə bu deyil. Y bakteriyası tənəffüs etmir. Tənəffüs edir. Sadəcə anaerobdur. X bakteriyasının sitoplazmasında ATF sintez olunar. ATF bütün canlıların sitoplazmasında sintez olunur. Y bakteriyasında enerji mübadiləsinin birinci mərhələsi ilə tamamlanır. Enerji mübadiləsinin birinci mərhələsi hazırlıq mərhələsidir. Yəni, bunlarda olmaz bakteriyalarda. X bakteriyasının 1 mol glukozanın tam parçalanmasından 38 mol ATF əmələ gələr. X bakteriyası aerobdur, amma mən bildiyim qədərilə bakteriyalar yalnız glikolizdən istifadə edir. Bu 38 mol ATF-i əmələ gətirməsi biraz mənim üçün şübhəlidir. Ona görə bunlarda yalnız glikoliz olduğunu bilirəm bakteriyalarda. Mitoxondrisi olan canlılarda 38 ATF-ə qədər gedə bilər. 5 məsələn düzgün deyil. Sadəcə bir dənə 3-ü götürərəm buradan düzgün və belə bir cavab da yoxdur. 21. Əgər diplot xromosom dəstli 2 evli bitkinin dişi fərdinin erkək fərd ilə tozlanması nəticəsində əmələ gələn toxumun endosperm hüceyrəsinin nüvəsində bir ədəd X cinsi xromosom var. Deməli heteroqamit imiş. O zaman rüşeyin kisəsi Y-lərdən qurulub. Spermi bir dənə X gəlib birləşib. X, Y olub endospermi xromosom dəsti. Onda buna deyərik, dişi heteroqametliyə malik olan bir örtülü toxumlu bitkidir. Məsələn, çiyələk. Şəkildə hansı rəqəmlə verilmiş orqanoidlərdə karbohidrat sintezi gedər? Demək, karbohidratların sintezi gedəcək xloroplastlarda, bir də Golgi kompleksində sintez gedəcək. Mitoxondrida karbohidrat parçalanar, burada da zülal sintezi gedər. 24. Şəkildə görmə qüsuru dediyimiz görsüz torlu qişadan arxaya düşüb. Hansı fikir doğrudur? Yaxını görür, yox. Əgər torlu qişadan arxaya düşübsə, bu uzaqdan görmədir. Uzaqdan görmə. Yaxını yaxşı görür, yox. Göz alması uzunsov olur. Əslində qısa olar, əgər anadan gəlmədisə. Bilurun qabarıqlığı artır, yox, çöküklüyü artır. Çöpçüklərin funksiyası zəifləyir, bu ümumiyyətlə toyuq korluğudur. Həkim qabarıq linza taxmağı məsləhət görür, bəli. Qabarıq linza taxanda əşyanın xəyalını çəkib gətirib torlu qişanın üzərinə salır. Düzgün cavab olacaq Y. 25. Hansı maddələrin parçalanmasından daha çox enerji ayrılır? Hansının sutkalıq norması daha çoxdursa və yaxud da miqdarı digərlərinə çoxdursa, onun enerjisi daha çox olar. Karbohidratla zülalı bilirik 17.6-dır, yağlarda 38, onda 9-dur. Amma karbohidratların sutkalıq norması 380-500 qramdır. Daha çoxdur. Ona görə hətta minimumunun belə verdiyi enerji digərlərinə görə daha çox olur. Sutkalıq norması minimum miqdarda olan karbohidrat belə digərlərinə görə daha çox enerji verir. 26. Noxud bitkisinə meyvələrin rəngi ilə əlaqəli fenotip və genotip verilmişdir. Demək, əgər meyvə yanlığının yaşıl rəngidirsə dominantdır, meyvə yanlığının sarı rəngidirsə resessivdir. Dərslərimizdə dəfələrlə istifadə etmişik. Toxumun sarı rəngi desəydi dominant, toxumun yaşıl rəngi resessiv. Meyvə ilə əlaqəli fərqli noxud bitkisində istifadə olunan çarpazlaşmaların sonu aşağıda verilmişdir. Baxaq, dəqiq bunu elə yığım ki, ekran görünsün. K və M noxudları çarpazlaşdırdıqda hamısı yaşıl olan iki fərqli genotip meydana çıxır.
Hə, deməli K və M çarpazlaşanda, K ilə M çarpazlaşanda iki fərqli genotip meydana çıxır və hamısı da yaşıldır. Onda e, demək biri necə olsun? Burada M-lə ifadə eləmişdi, düzdür? Hə, M-lə ifadə eləmişdi. Hər ikisi yaşıl dominant geni daşıyır. Hər ikisində böyük M geni var deyirəm, yanlarını boş qoyuram. Hansısa biri homozigot böyük M-lərdir, digəri də böyük M kiçik M-dir, amma bilmirəm hansı. K və L-i çarpazlaşdırdıqda yaşıl və sarı rəngli iki e, fenotip əmələ gəlir. Hə, K-nın yaşıl olduğunu bilirəm. Onda K ilə L-i çarpazlaşdırdıqda demək L sarıymış. L sarıdır. Onda K-da kiçik M var imiş ki, buradakı kiçik M-lə görüşüb L-lərdəki kiçik M-lə. Demək M olsun böyük M-lər. M-i tapdıq. Bizdən çünki axırda istənilir M, L, N-lərini tapmaq. Eli də demək kiçik M-lərdəyə götürdük ki, burada iki fərqli fenotip meydana çıxsın. K və N noxudları çarpazlaşdırdıqda yaşıl və sarı meyvəli 3 fərqli. Hə, onda N də heterozigot imiş. Çünki K-nı MM götürdüm burada. Deməli 3 fərqli fenotip, genotip əmələ gəlirsə, daha doğrusu, deməli N də MM imiş ki, bunlardan əmələ gəlib həmin o fərqli genotiplər. Və bizə də görə demək M böyük M-lərdir, L kiçik M-lərdir, N də böyük M, kiçik M, D variantı. Bu qəşəng sual idi. 27. Verilmiş şəklə əsasən yanlış fikirləri seçin. Aha. İkinci vəzi insanın bədəndə sayca ən çox olan vəzdir. Yanlışları seçməliyik, eləmi? İkinci vəz burada göstərilən qalxana bənzər ətraf vəzidir. Sayca ən çox olan vəzimiz bu deyil. Tər vəzləri var, digər vəzlər var. Desəydi ki, məsələn, daxili sekresiya vəzidir, onu da götürmək olardı. Dördüncü vəzi qanda qlükozanın miqdarını artırır. Dördüncü vəzi böyrək üstüdür. Hə, bu artırar. Beşinci vəzi həzm kanalında karbohidrat mübadiləsində iştirak edir. Beşinci vəzi mədə altıdır. Bu da düzdür. Birinci vəzi timozin hormonunu sintez edir. Bir qalxana bənzərdir. Timozin yox, tiroksin olar. 3 vaxtından əvvəl cinsiyyət yetişkənliyi, hə, bu da timusdur, bu olar. 1 və 4 olacaq C variantı. Verilmiş şəklə əsasən hansı fikirlər yanlışdır? Deməli, duz mənimsənilir burada. Burada da duz çıxardılır qeyd olunub. Hansı fikirlər yanlışdır? Birinci balıq şirin, ikinci duzlu su balığıdır. Şirin su balıqları su içmədiklərinə görə duzlu qəlsəmədən mənimsəyir. Digər duzlu su balıqları da çox duz içdiyinə görə onu qəlsəmədən çıxardırlar. Yəni, bir düzgündür. Bizdən yanlış istəyirik. Pardon. Bunu götürməyəm onda. İkinci balığın yaşadığı müddətçi bu şirin yazıram. Qoy yadımızda olsun. Bu da duzlu su balığıdır. Hə, ikinci balığın yaşadığı müddətçi təzyiq bədən təzyiqindən aşağıdır. Yox, əksinə yuxarıdır. Duzlu suyun təzyiqi daha yuxarıdır. Birinci balıq çox az miqdarda sidik ifraz edir. Əksinə birinci balıq şirin su balığıdır. Su içmir heç vaxt, amma çoxlu sidik ifraz eləyirdi. İkinci balıq heç vaxt su içmir. İkinci balıq həmişə su içir. Çox su içir, az sidik ifraz edir. Birinci balıqların üzəri pulcuqla örtülüdür. Yəni şirin su balıqlardır, pulcuqla örtülüdür. 2, 3, 4 olacaq D variantı. 29. A və B antigenləri, A və antigen neymiş? A və B genləri ilişik olan diheterozigot genotipli boz bədən normal qanadlı drozofil milçəkləri çarpazlaşdırıldıqda alınan fərqlərin sayı 300 olmuşdur. Biraz böyüdək ki, vərəq böyüsün, yazmağa yer olsun burada. A və B genləri ilişikdirsə, onları bir çubuğun üzərində yazaq. Diheterozigot dediyinə görə də digərlərini də kiçik yazdıq. Boz bədən normal qanadlı drozofil milçəkləri çarpazlaşdırdıqda bu ikisi də bu türüymüş. Alınan fərqlərin sayı 300 olmuşdur.
Əgər çarpazlaşmada iştirak edən crossingover ilə əmələ gələn qamətlər 20%dir. Crossingover ilə əmələ gələn qamətlər 20-dirsə, demək ilişik keçən qamətlər 80-dir. O zaman crossingoverdən ilişik bir çubuğun üstündə olanlardır. Yəni böyük A, böyük B ilişikdir. Bir də kiçik A ilə kiçik B ilişikdir. İlişiklik 80% ise bu qamətlərin hər birinin əmələ gəlmə ehtimalı 40%dir. Crossingoverdən əmələ gələcək böyük A, kiçik B, kiçik A, böyük B. Bunların da 20%'in bunların arasında böləndə hər birinə 10% düşür. Və bizə de deyir ki, sonda əmələ gələn boz bədən rudiment qanadlı milçəklər. Böyük A və kiçik B-yə malik olanları axtarırıq. Boz bədən rudiment qanadlı bir homozigot var. Bir də boz bədən rudiment qanadlı heterozigot var. Heterozigotun da bir əlamətə görə olduğuna görə qarşısına 2 atırıq. Bu böyük A, kiçik B vurulsun böyük A, kiçik B qametlərinin görüşməsindən yaranıb. Yəni 10 vur 10, 10 vur 10 bölünsün 100. Eləyəcək 1%. Deməli, bunun əmələ gəlmə ehtimalı 1%. Üstə gəlinsin. Bunun hesablamasını aşağıdan yazım. 2 vurulsun. Bu böyük A, kiçik B ilə kiçik A, kiçik B qametlərinin birləşməsindən yaranıb. Yəni 2 vurulsun 10%, vurulsun 40%, bölünsün 100. Bu da eləyir 8. 1%, bu da 8, cavab olacaq 9%. Yox. Fərqlərin qanadlı ümumi sayı bir dəqiqə çarpazlaşma sonu əmələ gələn boz bədən rudiment qanadları 9% deyil. Deyirəm də, hara getdin, Həcər, hara getdin? Hə, bunlar olacaq 9%, 300-ün 9%-ni tapmalıyam. 300 vur 9 bölü 100, o da 3 dəfə 9-un 27. Fərdlərin sayını dediyinə görə cavab olacaqdır. Hə, sonra demək, Lirikə babası gilə gedən İlayda ağac bitkisinin gövdəsinə yerdən müəyyən qədər yüksəkli bir mismar vurur. Oxuya bilmirəm. 6 il sonra yenidən babası gilə gedən İlayda bu ağacın işarələnmiş hansı hissələrinin artdığını müşahidə edir. Deməli, bir ağacın çətiri hissəsi artacaq, artım burada olacaq. Və bir də əslində gövdə hissəsi daha gec böyüyər. Bir də kökləri dərinə gedər, kök sistemi güclənər. Yəni, burada o qədər hündürlük dəyişmir. Adi məsələn, belə özünüz müşahidə etsəniz, ağac üzü yuxarı, bir də üzü aşağı böyüyəcək də X və Z olacaq B variantı. Sonra 31. Sarı cisim döl mərhələsində hormon sintez etdiyi müddət x ay olarsa, x bərabərdir 1 ay. Çünki sarı cisim hamiləlik vaxtı 3 ay müddətində hormon ifraz edir. Onun 1 ay döl, 2 ay rüşeyn mərhələsinə düşür. Döl dövrünün müddəti hansı ifadə ilə müəyyən olunar? Döl dövrü ümumiyyətlə 7 aydır. X-in qiyməti 1 olarsa 7x qədər olacaq. Doğru ifadələri müəyyən edin. Yosunların inkişafında nəsil növbələşməsi müşahidə oluna bilər. Müşahidə edilə bilər. Bəli, məsələn, laminariyada falan var nəsil növbələşməsi. Qatır quyruğunun cinsi hüceyrələrin əmələ gəlməsi meyoz yolundan baş verir. Bunlarda qametlər mitozdur. Çiçəkli bitkilərin bütün fərdlərinin üzərində tozcuq borusu əmələ gəlməyə bilər. Məsələn, erkək çiçəklərin üzərində əmələ gəlməyə bilər. Bir çiçəyin üzərində bir neçə yumurtalıq ola bilər. Bir çiçəyin üzərində bir neçə yumurtalıq. Bu yanlış fikirdir. Bir çiçəyin içərisində bir neçə yumurtacıq olardı. Planlarda qeyri-cinsi nəsil, cinsi nəsil üzərində üstünlük təşkil edir. Planlarda yanlış deyirəm, doğru olar. Bir çiçəyində bir neçəsi yerləşə bilər. Demək ki, planlarda qeyri-cinsi nəsil cinsinə, bəli, bu da doğrudur. 1, 3, 4, 5, yəni A variantı doğru olmuş olacaq. 33. Cədvələ əsasən verilən fikirlərdən hansı doğrudur? X sadəcə tallomu var, deməli bu yosundur. İndi gəl baxaq X-ə. X bitki qruplarının ilk nümayəndəsi Kembridə, xeyr. X yosundur, proterozoida. Y-də tallon var, bir də zov var. Yəni bu mamırdır.
Y bitki qruplarının ilk nümayəndələri onurğa ilə eyni geoloji dövrdə mamırlar Ordovikdə yarandı, onurğa da Ordovikdə yarandı. Elə doğru variantımız budur. Z bitki qruplarının ilk nümayəndələri meydana çıxdığı dövrdə qırdaqlı balıqlar yarandı. Z tallomu var, zoğu var. Bir də yan köklər, əlavə köklərdən, məsələn, bu olsun qıcıkimilər. Qıcıkimlərin ilk nümayəndələri yarandı. Demək, Silurda planlar idilər. Qırdaqlı balıqlar Devonda da o qıcının yarandığı dövr idi. K-da zoğ var, yan köklər var. Toxumun meyvə yanlığı yoxdursa bu çılpaq toxumludur. K bitki qrupunun ilk nümayəndələri Silur yox. Devonda meydana çıxdı. M örtülü toxumludur. Parapteklər paleogenda idi. Bu isə ilk nümayəndələr örtülü toxumlar təbaşirdə yaranmışdı. 34. Cədvələ əsasən eyni genotipdə olanları müəyyən edin. Sarı Belfler alma sortunun zox hüceyrəsinin genotipi. Sarı Belflerdə adı, Kitayka alma sortunun yarpaq hüceyrəsi. Kitayka alma sortu, bundan eyni genotipdə deyirlər bunların heç biri. Belfler Kitayka alma sortunun inkişaf etdiyi toxumun qabıq hüceyrəsi. Bunu dişi bitki kimi götürmüşdü Sarı Belflerdən. Ona görə Sarı Belflerlə Belfler Kitaykada onun yumurtacığından toxumun qabığı əmələ gəldiyinə görə toxumun qabığı burada eyni olacaq. C-deyə düşünürəm, digərinə də baxın. Yox, elə C-dir. 35. İnsanın cinsi çoxalma zamanı baş verən proseslər göstərilmişdir və verilənlərə əsasən X, Y, Z prosesləri müddətinə xromosom sayının dəyişikliyi. Deməli, X nədir? X hələ tapım. X buradadır. Spermatozoidin əmələ gəlməsi. O zaman xromosom sayı 2N-dən aşağı düşməlidir. Xromosom sayı verdiyinə görə aşağı düşməlidir X-də. Y-də mayalanmanı göstərir. Haploidlərin birləşməsindən diploid yarandığına görə artar. Z isə artıb lap yuxarı çıxdı. Eyni həddə gətirməliyim. Çünki 2x-ə qədər, 2n-ə qədər artdı. Bundan oyuna rüşeyin bölünməsi zamanı sabit gedərdi. Çünki buradan oyuna da diploid olaraq davam edir. Variant olacaq B variantı. 36. İlk müasir insanlara, yəni Kramanyonlara aiddir. Hannibal deyirdilər. Mağarada deyil, evləri var idi. Aralarında əmək bölgüsü getmişdir. O əmək bölgüsü gedən şeydi, Neandertallar idi. 50-100 nəfərlik qruplar Neandertal idi. Əkinçilik, maldarlıq, dulusçuluq, bunlar artıq Kramanyonlarda var idi. 37. Yanlış fikri seçin. Erkək gametləri spermi olan çılpaq toxumludur, bir də örtülü toxumludur. Haploid endospermli, haploid xromosom dəstli endospermə malik ola bilər? Bəli, ola bilər. Məsələn, çılpaq toxumlu. Diploid xromosom dəstli endospermə malik ola bilər? Bu da ola bilər. Triploid endospermə malik ola bilər? Məsələn, örtülü toxumlar olar. Bir ləpəli ola bilər. Su vasitəsilə yayılan, niyə ki, örtülü toxumlarda toxumlarını suya töküb su ilə yayanlar var. Diploid xromosom dəstini soruşacaqsınız, ona görə qoy deyim. Axta meyvələr, məsələn, mayalanma getmədən yaranır. Mərkəzi hüceyrəsi diploiddir və oradan da endospermə çevrilir. Hansı qurdun inkişaf mərhələlərinə insan hərci qan dövranında rast gəlinər? Demək, insan asqardı ağciyərə falan gedir. Yəni, bu ağciyərə gedən bir şey olsun da. Ona görə hərci qan dövranında olsun. Dənəvər exnokok da gedir, ağciyərdə qovuq falan əmələ gətirə bilər. Öküz soliteri sürfəsi, biz onun əsas sahibi bizdə olmaz. Qaraciyər sorcusunun əsas sahibi bizdə olmaz. Bir də ankilostomalar 1, 2, 5 variant olacaq B. 39. Əgər şibya talumu bitkilərin ən qədim qrupu ilə, yəni göbələyi var, ən qədim qrupda olacaq yosun. Simbiyozu nəticəsində əmələ gəlirsə, tərkibində xloroplast olmaz, yosunlarda yoxdur. Bu orqanizmdə plazmitlərə deyir, bu bakteriyalarda olar. Tərkibinə daxil olan konsument prokaryotdur. Prokaryot deyil, burada konsument göbələkdir. Qeyri-üzvü maddədən üzvü maddə sintez edən rəng daşıyana, yəni xromatofora rast gəlinər. Bu doğrudur. Tərkibində prokaryot yoxdur, hər ikisi ekaryotdular. Variant olacaq, nə idi Allah? D. Və son olaraq
Geo, bio, bir də təmas helmitlərinin törətdiyi xəstəliklərə görə istəyir bizdən. Demək, geohelmitlər bilirik ki, torpaqda müəyyən inkişaf dövrü keçirdən sapqurdlardılar. Askaridos, ay Allah, Askaridos beyt, ay yazdım. Askaridos, bir də ankilostomos olsun. Biohelmitlər iki canlı arasında əsas aralıq sahibi olanlardılar. Məsələn, qaraciyər sorucusu, öküz soliteri, burada qaraciyər sorucusunun törətdiyi fasilyoz, soliterin törətdiyi teniarinxoz, təmas helmitlər isə dəridən falan deşib keçənlərdilər. Məsələn, biz quyruq olsun, enterobiyoz xəstəliğini törədir. İndi nə oldu bu? 1 BY 2 SD 3A olacaq Y variantı.